Gündəlik həyatımızda danışığımızın tərkibi dəyişir. Yad sözlər, başqa dillərdən keçmiş ifadələr artıq tez-tez eşidilir. Dilə yad ünsürlərin daxil olması təkcə dil məsələsi deyil, həm də milli düşüncənin formalaşmasına təsir göstərir. Məsələnin ciddiliyi dövlət səviyyəsində də diqqət mərkəzindədir. Elə Prezident İlham Əliyev dünən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkib. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlmənin gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təhribatdır. Hər ikisi də qəbul edilməzdir. Dövlət başçısı əbəs yerə məsələyə bu qədər qəti toxunmadı. Çünki dilə yad ünsürlərin daxil olması sadəcə ünsiyyət tərzi ilə bağlı məsələ deyil. Bunu milli təhlükəsizlik, ideoloji sabitlik və milli kimlik kimi də xarakterizə etmək olar. Çünki dil bir xalqın düşüncə tərzini, kimliyini və mənəvi dayaqlarını formalaşdırır. Uzun müddət Azərbaycan təhlükəsizlik orqanlarında çalışan millət vəkili Arzu Nağıyev deyir ki, dilin yad təsirlərə məruz qalması bəzən məqsədli şəkildə də həyata keçirilə bilər. Bu isə artıq təkcə mədəni deyil, təhlükəsizlik müstəvisində də dəyərləndirilir. Dilə hər hansı bir yad ünsür əlavə etmək ilə bunun özü bir cürə təxribatdır. Yəni, Azərbaycan dili yaddan çıxsın deyə mütləq şəkildə istər xarici xüsusi xidmət orqanları olsun, istər digər Azərbaycanı istəməyən qurumlar olsun, dövlətlər olsun, bu məsələdə maraqları var. Təbii ki, bu tək akademiklərin və yaxud elm adamlarının için deyil, uşaq bağçasından başlayaraq Azərbaycan dilinə məxsusi önəm verilməlidir və Azərbaycan dilinin gələcəkdə də inkişafı üçün istər məktəblər olsun, istər ali təhsil ocaqları olsun, bütün təşkilatlarda buna çox ciddi diqqət yetirilməlidir. Yad sözlərin gündəlik dilimizdə artması təkcə dilin saflığını deyil, onun gələcək nəsillərə necə ötürüləcəyini də sual altına alır. Bu artıq yalnız fərdi məsuliyyət deyil, ictimai məsələdir. Valideynin, evdə, müəllimin, sinifdə, medianınsa efirdə göstərdiyi münasibət milli kimliyimizin qorunmasında mühüm rol oynayır. Dünyada 50 milyondan artıq Azərbaycanlı yaşayırsa və bunlar öz tarixi vətənində yaşayırsa, biz o 50 milyonun dil enerjisini, dil istedadını, dil yaradıcılığı qabiliyyətini müdafiə etməliyik. Amma bir də var, Azərbaycan hüdudlarından kənarda Azərbaycanlıların ədəbi dillərinə qarşı çox da, belə deyək ki, xoşa gəlməyən hadisələr baş verir. Yəni, Azərbaycan dili bir məişət dili, ailədə danışılan dil səviyyəsinə yendirilir. Halbuki bu dilin elə bir zəngin ədəbi tarixi var ki, bu cür münasibət olmaz. Bəzən yad sözlər gündəlik danışıqda o qədər çox işlədilir ki, insanlar artıq bunun fərqinə belə varmır. Lakin bu tendensiyanın uzun müddətli nəticələri həm mədəni, həm də ideoloji baxımdan ciddi ola bilər. Sosial mühitdə, mediada və gündəlik danışıqda yad sözlərin artması cəmiyyətdə də narahatlıq doğurur. İndiki gənclər heç digər dillərdən də tam danışa bilməsə belə, o sözləri Azərbaycan dilindəki sözlərin arasına yerləşdirərək bunu bir dəb halına gətirirlər. Öz dilimizi müdafiə edə bilmək, gələcək nəsillərə də ötürə bilmək məqsədindən, yəni bacara bildiyimiz qədər bu şeylərin qarşısını almalıyıq. Məktəblərdə, məktəbə qədər müəssisələrdən başlayır. Başa düşdünüz necə? Bu günlər Rus bölməsinə olan tələbat daha çox da Azərbaycan bölməsinə olan tələbatdan. Dilini sevən millət kimliyini qoruyur. Ana dilinə sahib çıxmaqsa gələcəyinə sahib çıxmaq deməkdir. Bizim üçün tarixi amil var, Azərbaycançılıq. Özümüzün adımız var, Azərbaycan. Özümüzün dilimiz var, Azərbaycan dili. Və çox da gözəl dilimiz. Çox zəngin dilimiz. Çox belə ləzzətli dilimiz. Mənim üçün Azərbaycan dili bir şey deməkdir. Millətin milliliyini saxlayan onun dilidir. Fidan Səfər, İlkin Həsənov, Space xəbər.